Bismillahirrahmanirrahim. Esselamu aləl Hüseyn və alə Ali ibn Hüseyn və alə əvladil Hüseyn və alə əshabil Hüseyn. Salamlayıram sizi dəyərli izləyicilər. Xoş gördük. Ümidvaram ki, yaxşısınız. Biz əgər xatırlayırsınızsa, artıq neçə proqramdır ki, sırf bu məclislər, yəni İmam Hüseyn məclislərində, əzadarlıqlarda bizə hansı təsiri qoyur məclislər? Bunun barəsində danışırdıq və niyə görə biz təkrar hər il bu məclislərdə iştirak edirik, amma yorulmuruq, təkrar gəlmir bizə. Bəlkə də bir çoxlarımız, bəzi izləyicilərin də vurğuladığı kimi bizə şərhlərdə yazırlar ki, biz bu nöqtələri bəlkə də hamımız bilirik, amma üzərində diqqət etmədiyimiz, düşünmədiyimiz üçün bəlkə də doğru düzgün istifadə edə bilmirik bu məclislərdən. Bəli, elədir ki, var. İnsan çox bilgi əldə etməklə deyil, insanın proqramlı və nəzm-intizamlı olması önəmlidir. Yəni, məhz bu məclislər, yəni Məhərrəm ayında iştirak edəcəyimiz məclislərin zamanı gəlməzdən öncə sırf proqram qurub, onun üzərində addımlamaq daha önəmlidir. Və ümidvaram ki, sizin üçün faydalı olur. Əgər xatırlayırsınızsa, biz artıq 7 nöqtə saymışıq bugünə qədər və bugün də sizin üçün 8-ci nöqtəni qeyd edəcəm. İmam Hüseyn məclisləri insanı izzətli etdiyi kimi, keçən dəfə qeyd etmişdik, düşməni tanıtdırdığı kimi, izzətli etdiyi kimi, eyni zamanda da ədaləti öyrədir insana. Çünki İmam Hüseynin məhz Aşura hadisəsi ədalətlə zülmün mübarizəsi kimidir. Eyni ilə o cürdür. Yəni, ya haqq tərəfdəsən, ya batil tərəfdə. Ədalətin özüdür ki, var. Və İmam Hüseyn ədalət tərəfi olduğu kimi qarşı tərəfdə zalimlar və zülm edən şəxslər idi. Yəni, İmam Hüseyn bizə Aşurada öyrədir ki, zülmün qarşısında necə dayanaq, zülmün qarşısına dayanmağı öyrənək, zülmlə mübarizə aparaq. Ədaləti öyrədir bizə ki, Kərbəlaya, məsələn, bir çox insanlar hər il gedirlər, hər il getməklərinə baxmayaraq, yenə də təkrar bu yoldan yorulmur, bir daha ruhlarını yeniləmək üçün gedirlər. İnsan sanki özündə yeni bir ruhiyyə tapır, yeni bir istiqamət tapır. Məhz bu hadisə, bu yolu getmək, o isti günəşlər altında Ərbəyin səfərində addımlamaq özü insana bunu çatdırır ki, bu yol nə qədər çətin və sıxıntılı yol idi. Amma İmam Hüseyn öz əhli-əyalı ilə sırf ədaləti bərpa etmək üçün bu yolda addımladı. Və hətta körpə Əli Əsxərindən, Rüqəyyəsindən tut, öz qardaşı Həzrəti Əbəlfəzi və Həzrəti Zeynəbi belə əsirgəmədi bu yolda. Çətin yol idi, amma ədalət o qədər şirindir ki, İmam Hüseyn bizə bunu öyrədir, Həzrəti Zeynəb bizə bunu öyrədir ki, bütün bu çətinliklərin, sıxıntıların müqabilində gözəllikdən başqa bir şey görmək mümkün deyil. Ötən dəfə də biz qeyd etmişdik, Kərbəlanın ən böyük mesajlarından biri məhz əməl idi. Və əməl insanın ədalətini göstərir. Əgər insan nəzər yetirsə, dəfələrlə biz bu bəhsi etmişik, müxtəlif bəhslərdə biz görürük ki, hətta insanın cəmaat kimi insanlara namazın göstərməsi, cəmaat namazını bahəm qılmaları və insanın hətta müştəhid olması üçün ədalət bəhsi çox önəmli bir bəhsdir. Hətta şahid olması üçün, şəhadət verməsi üçün ədalət bəhsi çox önəmli bəhsdir. Və İmam Hüseynin Kərbəlasına baxdığımız zaman biz zülmlə necə mübarizə aparmalıyıq, onu öyrənirik. Və hətta bir çox insanlar var ki, irad tuturlar. Nə qədər Kərbəlaya getmək olar? Hər il Kərbəlaya gedirsiniz. Amma yenə də siz bu yolda hətta bir çox fəqir insanlar, bir də görürsən ki, bir il boyunca toplayır öz maddi məvacibini ki, yetər ki, o ili Ərbəyində iştirak etsin və İmam Hüseyni ziyarət etsin. Fərq etmir, Ərbəyin olmasın adi günlərdə Kərbəla ziyarəti. Amma möminlərin, yəni qəlbi bu yoldan doymur. Və baxırıq ki, bu cür söz deyənlərin qarşısında niyə Kərbəlaya hər il təkrar gedirsiniz? Məhz əgər biz dünyaya nəzər yetirsək, dünyada fəsad üçün, fisq üçün nə qədər pullar xərclənir. Nə qədər haram konsertlər üçün, nə qədər fəsad məclisləri üçün pul və para xərclənir. Günah məclisləri üçün hər cür şərait yaradılır. Amma
o zaman ehtiyaclılara kömək etmək yada düşmür. Məhz hər il İmam Hüseynin Kərbəlası məsələsi irəli gələndə bir çox insanlar başlayırlar ki, həmin pulları məhz gedin siz elə ehsanlara xərcləmək əvəzinə, məclislərə xərcləmək əvəzinə gedin ehtiyaclı şəxslərə xərcləyin. Halbuki bu kimi şəxslər özləri toy məclislərində, fəsad və rəqs məclislərində, şərab məclislərində, müxtəlif il boyu konsertlərdə iştirak edirlər. İstər ölkəmizdə olsun, istər dünyada olsun, fəsad məclislərinə daha çox pul və para xərclənir, nəinki İmam Hüseynin yolu üçün. Amma bu zaman fəqirlər yada düşmür. Halbuki İmam Hüseynin missiyası idi ki, dünyadakı insanların arasında ədaləti bərqərar etsin və fəqir insanlar olmasın və bütün 14 məsum ümumiyyətlə və peyğəmbərlər həmişə bu fikirdə olublar və insanların arasında ədaləti yerinə yetirmək üçün həmişə yoxsul şəxslərə yetişiblər. Və imkan vermək olmaz ki, ümumilikdə bu məclislər kəmrəng olsun, bu məclislər aradan geçsin. Nəyə görə? Çünki insan bu məclislərdə iştirak etdikcə maariflənir və orada elmlənir, təhsil alırsan ki, bu məktəbdə və ədalətli olmağı öyrənir. Çünki İmam Hüseyn bizə ədalət dərsi verir. Zülmün qarşısında durmağa və mübarizə aparmağı öyrədir. Elə bu yüzdəndir ki, uzun illərdir ki, düşmən mübarizə aparır ki, bu məclislər olmasın və yaxud bizim övladlarımız bu məclislərdən məhrum olsun. Bu məclislərə müxtəlif mərhələlərdə tarix boyu qadağalar qoyulub həmişə və bu ona görədir ki, bu məclislərdə insanlar həqiqətən də hər cəhətdən əli dolu qayıdırlar və hidayətə doğru addımlayırlar. Bu yüzden də imkan vermək olmaz ki, imam məclislərində sadəcə məddahlıq olsun, sadəcə rozə oxunsun və dua oxunsun və məclislər bununla da tamamlansın. Qeyd edim ki, bugün hətta biz bir çox məzhəbi və dindar qruplarla rastlaşırıq ki, onlar belə düşünürlər ki, imam məclisində sadəcə elə məddahlıq və rozə olsa, o da kifayət eləyir. Moizəyə ehtiyac yoxdur, söhbətə ehtiyac yoxdur. Halbuki biz İmam Sadiq əleyhissalamın həyatına baxış keçirdiyimiz zaman görürük ki, İmam Sadiq əleyhissalam öz səhabələrindən soruşur ki, siz bir araya toplaşırsınız. İmam Sadiq əleyhissalamın səhabəsi buyurur ki, bəli, toplaşırıq. O imama bu cür buyurur. Və daha sonra İmam Sadiq sual edir, soruşur ki, bizim hədislərimizi orada zikr edirsiniz, danışırsınız və səhabə cavabında deyir ki, bəli, zikr edirik və danışırıq. İmam Sadiq əleyhissalam deyir ki, sevirəm o məclisləri. Sevirəm o məclisləri ki, orada bizim hədislərimiz zikr olunur. Və həqiqətdə biz ola bilər ki, Əyyam-ı Fatimiyyə günlərində və başqa bəhslərimiz olanda bu hədisi elə bilirəm ki, sizə təqdim etmişik. Amma burada mühüm nöqtə bundan ibarətdir ki, imam toplaşmaqda məhz onların hədislərini zikr etməyi sual edir. Və zikr etməyi soruşduqdan sonra da təşviq edir, deyir ki, biz o məclisləri sevirik, mən o məclisləri sevirəm. Məclis dediyi zaman sözsüz ki, daş, divar, o məclisdəki xalça nəzərdə tutulmur. Orada əyləşən, toplaşan insanlardan gedir söhbət və dəfələrlə vurğulamışıq ki, İnsanı əgər imam sevərsə, onun həyatı bərəkət tapar və mərhəmət olunar ona Allah tərəfindən, rəhmət yağar onun həyatına. Və bu çox önəmli bir nöqtədir. Unutmamalıyıq ki, bu məclislərdə mütləq Əhl-i Beytin zikirləri olmalıdır, hədisləri zikr olunmalıdır, ayə zikr olunmalıdır. Buradakı ayə və hədislər insanlara ədaləti çatdırır, zülmlə mübarizəni çatdırır və insanların qəlbini oyadır. Bəs deməli, bu məclislərdə önəmli nöqtələrdən biri budur ki, məclisdə minbərə çox diqqət yetirilsin, yəni moizə edilməsinə diqqət yetirilsin. Sözsüz ki, İmam Sadiq əleyhissalamdan ilk dəfə bizə gəlib bu ənənəvi surətdə bu məclislər gəlib çatıbdır və İmam Sadiq əleyhissalam təşkil etdiyi məclislərdə Quran tilavəti olunurdu, hədis zikri olunurdu və daha sonra rozə və müsibətlər məddahların vasitəsilə insanlara çatdırılırdı. Biz də öz məclislərimizi sırf Əhl-i Beytin buyurduğu kimi, onların əməl etdikləri kimi təşkil etməliyik. Bu nöqtəni unutmayaq inşallah. Gələn dəfə digər iki nöqtəni sizin nəzərinizə çatdıracağım. Hələlik Allaha əmanət olun və bu məclislərdə, bərəkətli məclislərdə bizi də dua etməyi inşallah ki, unutmayın.